Nə gözəl deyiblər, bir-birimizdən nə qədər uzaqda oluruq olaq, yenə də eyni göy üzünü paylaşırıq. Bu mövzunun başqa bir tərəfi də var. Bəzən məsafələr insanlar arasında daha dərin bağların yaranmasına gətirib çıxarır. Bu fikirləri, bu sarsılmaz bağlılıqları dünyanın dörd bir yanında yaşayan azərbaycanlılara şəksiz ki, aid etmək olar. Dünya Azərbaycanlılarının proqramı olan Vətən Uzaqda Deyil proqramının yaradıcı qrupu onlarla ölkədə yaşayan soydaşlarımızla görüşüb, bu veriliş onların hisslərinin, vətən sevgilərinin tərcümanına çevrilib. Azərbaycandan çox-çox uzaqlarda, Amerika Birləşmiş Ştatlarında da yüzlərlə soydaşımızla görüşüb söhbətləşmişik. Şəkilinin, Bakılının, Qubalının, Qarabağlının dəyişməyən Azərbaycan sevdasına şahidlik etmişik. İllər onların vətən sevgisindən bir çınqıl belə qopara bilməyib. Bu dəfəki qonağımız Amerika Birləşmiş Ştatlarındakı ticarət və daşıma şirkətlərindən birinin Azərbaycanlı direktoru Elxan Abramovdur. Bakı deyəndə, Azərbaycan deyəndə titrəyən səsi, dolan gözləri 30 illik həsrətə işıq salır. O vaxt üçün çox darıxıram. ...1960-cı illərdə Bakıda anadan olmuşam. Mənim atam Haçmastan, Qaracanlı kəndindəndir. Mənim anam Qırmızı Qəsəbə, Qubanın rayonundan. Mən Bakıda Rus dili məktəbi, 16 nömrəli məktəbi qurtarmışam. Azərbaycan Neft və Kimya İnstitutunda oxuyurdum. 1996-cı ildə mən Amerika köçdüm, mənim ailəmlə. 30 ilə yaxındır ki, Amerikada yaşayıram. Elxan Abramov bizə hər şeyi başdan danışır. Həyatında nə baş verib, hansı məqsəd və ya arzu onu Azərbaycandan uzaqlara, Amerika Birləşmiş Ştatlarına köçməyə vadar edib. Sovet hökuməti dağılandan sonra vəziyyət çətinləşdi Azərbaycanda yaşayış. Mənim anam çox xəstə idi. Onun onkologiya və şəkər xəstəliyi var idi. Biz dərman tapa bilmirdik. Mən Moskvaya gedirdim, Gürcüstana gedirdim ki, dərman axtarım anam üçün. O vaxtı mənim çox qohumlarımız Amerikaya köçdülər. Mən onlardan xahiş elədim ki, bizə kömək eləsinlər. Mən anamı gətirim Amerikaya. Ümid edim ki, onu kömək eləyək. Amma bir vaxtda, bir həftə Amerikadan icazə almaqdan bir həftə qabaq anam vəfat oldu. Amerikaya gələndə mənim 35 yaşım var idi. İngilis dilini bilmirdim. Ona görə ki, məktəbdə mənim xarici dilim fransız idi. Amma Amerikada fransız dili lazım değildi. Başladım dilini öyrənmək. Yeni ölkə, yeni qaydalar, yeni həyat tərzi. Xaricə köç edən insanların qarşılaşdığı bu reallıq əslində hər şeyə yenidən başlamaq deməkdir. Tanımadığın bir mühitdə, fərqli dildə, fərqli düşüncə tərzinin hökm sürdüyü cəmiyyətdə öz yerini tapmaq isə heç də asan olmur.
Bəziləri üçün bu yol daha hamar keçsə də, bir çoxları üçün o uzun və çətin sınaqlarla doludur. Darıxıram Bakının havası üçün, darıxıram Bakının su üçün, Bakının çayı üçün, darıxıram Bakı üçün. Həmsöhbətimiz Elxan Abramov da məhz bu yolu seçənlərdəndir. Onun həyat hekayəsi fürsətlər ölkəsi kimi tanınan Amerika Birləşmiş Ştatlarında yeni başlanğıcın heç də həmişə asan olmadığını açıq şəkildə göstərir. Çünki fürsətlər yalnız onları görməyi və dəyərləndirməyi bacaranlar üçün reallığa çevrilə bilər. Dil bariyeri, fərqli iş mühiti, sosial münasibətlər və gündəlik həyatın incəlikləri, bütün bunlar eyni anda insanın qarşısına çıxır. İlk dövrlərdə ən sadə görünən məsələlər belə əlavə səy tələb edir. Həmsöhbətimizin hekayəsi göstərir ki, yeni bir ölkədə həyat qurmaq yalnız maddi imkanlar deyil, həm də iradə, inam və davamlı zəhmət tələb edir. Onun hekayəsi də çətinliklərlə başlayır, amma əzm və inamla davam edir. İş tapdım özüm üçün, cürbəcür işlər elədim, amma sonra bir beynəlxalq yük daşıyan kampaniyada mən iş tapdım. Cürbəcür işlər elədim o kampaniyada. Kuryer kimi, ofis işçisi kimi, sürücü kimi. Sonra yavaş-yavaş mən öyrəndim beynəlxalq yük daşıyan cürbəcür şeyləri. Ondan sonra mən vəzifəsimi qaldırdılar. 2002-ci ildə məni dəvət edildilər şirkətə, kampaniya. Bu vaxta qədər mən orada işləyirəm. Həmsöhbətimiz Elxan Abramov çalışdığı şirkət haqqında danışarkən, xüsusilə onun fəaliyyət coğrafiyasının genişləndiyini diqqətə çatdırır. Bizim şirkətimdə 100 nəfərə yaxın adam işləyir. Bizim 4 dənə ofisimiz var Amerikada. Biri New York'tadır, biri Los Angeles, biri Miami'dir, biri də Charlotte, North Carolina. Mənim işim ondan ibarətdir ki, mən bütün Amerika və beynəlxalq qanunlarına baxıram və bizim işlərimizə kömək eləyirəm ki, onlar da işini düz eləsinlər. Qanunla, Amerikan qanunları ilə və başqa ölkələrin qanunları ilə. Bizim müştərimiz böyük muzeylərdir, qaleriyalardır. Azərbaycanlı yoxdur bizim işimizdə, amma bir oğlan var, kökü Qubadandır, Qırmızı qəsəbəsindən. O da Qırmızı qəsəbədən Amerika gəlib, Bakıda yaşamır. Mənim üçün Azərbaycan dilində danışmaq biraz çətindir. Ona görə ki, 30 ildir Bakıdan çıxmışam. 30 ildir ki, Azərbaycanca danışmıram, amma ingiliscə danışıram. When we arrived to United States, Amerika Birləşmiş Ştatlarındakı həyat, xüsusən New York həyatı, Bakıda 1995-ci ilə qədər yaşadığım həyatdan tamamilə fərqlidir. 35 yaşında bura gəldiyim üçün artıq formalaşmış bir insan idim. Öz mədəniyyətim və düşüncə tərzim vardı.
Amerika Birləşmiş Ştatlarına uyğunlaşmaq üçün müəyyən mənada özümü yenidən formalaşdırmalı oldum. Lakin Azərbaycan mədəniyyətindən, Bakının gözəl xüsusiyyətlərindən imtina etmədim. Eyni zamanda ABŞ mədəniyyətinə də uyğunlaşdım. İki mədəniyyətin gözəl tərəflərini həyatımda qorumağa çalışıram. Təbii ki, cavab almaq istədiyimiz suallardan biri də İlxan Avramovun ailəsi ilə bağlıdır. O bizə həyat yoldaşından da danışır. Mənim həyat yoldaşım milliyyətcə rusdur. Təəssüf bizim övladımız olmadı. Biz Amerikaya köçəndə atam da bizimlə gəldi. Əvvəllər ona bura alışmaq çox çətin idi. Sonra bir qədər alışdı. O elə burada, New Yorkda vəfat etdi. Məzarı da buradadır. Söhbət əsnasında Azərbaycanla Amerikanın oxşar cəhətləri də mövzuya çevrilir. Azərbaycan kiçik olsa da, mənim fikrimcə müəyyən mənada Amerika Birləşmiş Ştatlarına bənzəyir. Çox millətli, çox mədəniyyətli bir ölkədir. Bakıda böyüyərkən Rus, Ukraynalı, Özbək, Yəhudi və digər millətlərdən olan dostlarım olub. Amerika Birləşmiş Ştatlarında eyni şəkildə müxtəlif millətlər bir arada yaşayır. İlxan Avramov hesab eləyir ki, xaricdə uğur qazanmaq üçün insan yalnız peşəkar bacarıqlarını deyil, eyni zamanda psixoloji dayanıqlığını da inkişaf etdirməlidir. Çünki bəzən ən böyük mübarizə insanın öz daxilində gedir. Qorxularla, şübhələrlə və qeyri-müəyyənliklərlə. O, xaricə getmək istəyənlərə bu baxımdan tövsiyələrini də verir. Xaricə köçməyi planlaşdıranlara əsas tövsiyəm odur ki, qorxmasınlar, çətinlikdən çəkinməsinlər və çox çalışsınlar. İlk mərhələdə dil öyrənmək vacibdir. Amerika Birləşmiş Ştatlarına gəlirsinizsə, ingilis dilini mütləq bilməlisiniz. Hətta çox aşağı vəzifədən başlamaqdan qorxmayın. Çətinliklər keçəcək, amma siz günü-gündən daha yaxşı vəziyyətə gələcəksiniz. Amerika Birləşmiş Ştatlarında yaşayan Azərbaycanlılar arasında icmalaşma prosesi son illər daha sistemli və daha dinamik xarakter alıb. Müxtəlif ştat və şəhərlərdə fəaliyyət göstərən diaspor üzvləri artıq təkcə fərdi təşəbbüslərlə deyil, koordinasiyalı və məqsədyönlü fəaliyyətləri ilə seçilirlər. Bu prosesin uğurla inkişaf etməsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə qurulan sıx əməkdaşlıq xüsusi rol oynayır. Soydaşlarımız yaşadıkları ölkədə Azərbaycanın milli maraqlarının qorunması, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və müsbət imicinin formalaşdırılması istiqamətində fəal işlər görürlər. Onlar müxtəlif platformalarda, ictimai, akademik, mədəni və informasiya sahələrində ölkəmizi layiqincə təmsil edir, Azərbaycanla bağlı obyektiv məlumatların yayılmasına töhfə verirlər. Həyata keçirilən layihələr isə bu fəaliyyətin daha da genişlənməsinə imkan yaradır. Müxtəlif forumlar, konferanslar, mədəni tədbirlər, şəbəkələşmə görüşləri Azərbaycanlıları bir araya gətirərək vahid platforma ətrafında birləşdirir. Bu təşəbbüslər sayəsində yeni əlaqələr qurulur, təcrübə mübadiləsi aparılır, ortaq layihələrin sayı artır. Xüsusilə gənclərin bu prosesə cəlb olunması diaspor fəaliyyətinin davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür təşkilatlanma Azərbaycan diasporunun yumşaq güc potensialını da gücləndirir. Mədəniyyətimizin, tariximizin, dilimizin və milli dəyərlərimizin təbliği vasitəsilə ölkəmiz haqqında müsbət təsəvvür formalaşır, beynəlxalq arenada nüfuzumuz daha da artır. Azərbaycan musiqisi, mətbəxi, incəsənəti və multikultural dəyərləri bu istiqamətdə əsas vasitələrdən birinə çevrilir. Bütün bunlar onu göstərir ki, Amerikada yaşayan Azərbaycanlıların icmalaşma prosesi artıq yeni mərhələyə qədəm qoyub. Bu mərhələ daha güclü təşkilatlanma, daha geniş əməkdaşlıq və daha böyük təsir imkanları deməkdir.
circle of friends it's very wide. İndi bizim burada böyük bir dost çevrəmiz var. Həm Azərbaycanlılar, həm də müxtəlif millətlərdən olan dostlar. Amerikadakı Azərbaycan icması ilə sıx əlaqədəyik. Mədəni tədbirlər keçirir, bir-birimizə kömək edirik. Həmsöhbətimiz 30 illik həsrətini yenidən dilə gətirir və Bakıya getmək arzusundan danışır. I didn't have a chance yet. Bakıdakı qohumlarım ilə də əlaqəni qoruyuruq. Təəssüf ki, 30 il ərzində hələ də Bakıya gedə bilməmişəm. Amma tezliklə gedib dostlarımı, qohumlarımı görmək və anamın qəbrini ziyarət etmək istəyirəm. İllər və məsafələr nəyi dəyişib sualına cavab da çox maraqlıdır. Since I left Azerbaijan back in 1995, Məsafə və ötən zaman heç nəyi dəyişmir. Azərbaycan mənim hər şeyimdir. Azərbaycanda gedən bütün prosesləri yaxından izləyirəm. Qarabağın azadlığa qovuşduğu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi günləri biz burada böyük sevinc və coşğu ilə qeyd etdik. İndi Qarabağda aparılan yenidən qurma işlərini yaxından izləyirəm və sevinərək deyirəm ki, bu qürurvericidir. signed up for all the Azerbaijan. Vətən illərin və məsafələrin unutduracağı anlam, varlıq və məfhum deyil. Bakı unudulası şəhər deyil. Təxmin etdiyimiz kimi, kövrək anlar, həsrətli baxışlar və dolan gözlər müsahibimizi tərk etmir. Mən darıxıram, Azərbaycan üçün darıxırım, Bakı üçün darıxırım, mənim dostlarım üçün, darıxırım Bakının havası üçün, darıxırım Bakının su üçün, Bakının çayı üçün, darıxırım Bakı üçün. Mən Bakını çox sevirəm, mən Bakının Azərbaycan cəmaatını çox sevirəm, Azərbaycan musiqisini çox sevirəm, əlbəttə ki darıxırım. Mənim vaxtilə çox böyük Azərbaycan musiqisinin kolleksiyası var idi. İndi ona görə ki Spotify, bizdə Spotify var, başqa şeylər, amma məndə hər dəfə mənim dostlarım Bakıdan gələndə bir dənə istəyirdim ki, onlar təzə bir musiqi CD disk gətirsinlər, təzə Azərbaycan musiqi ilə. Ona görə ki, mən çox sevirəm Azərbaycan musiqisini, Azərbaycan kulturasını. İndiyə kimi mənim bir böyük musiqi kolleksiyasım var. Azərbaycan cazdan başlayıb, Azərbaycan muğam, Azərbaycan pop musiqi, Bakinski şanson, cürbəcür musiqi. Məsəl üçün, Raşid Beybutovun layihələr, Flora Kerimovun Bir Axşam Taksidə, Vagif Mustafazadə musiqi. Biz bir gündə anadan olmuşuq Vagif Mustafazadə ilə. Mən cürbəcür musiqini sevirəm. Köhnə musiqi, indiki musiqini, toy musiqisini, cürbəcür muğamı çox sevirəm. Mən çox darıxmışam Bakı üçün.
Həyat yalnız yaşananlardan deyil, eyni zamanda qurulan planlardan, qarşıya qoyulan hədəflərdən ibarətdir. Onun planları təkcə şəxsi uğurla məhdudlaşmır. O hesab edir ki, xaricdə uğur qazanan hər bir azərbaycanlı əldə etdiyi təcrübəni bölüşməli, digərlərinin yolunu bir qədər asanlaşdırmalıdır. İlxan Abramov üçün həyat artıq sadəcə uyğunlaşma mərhələsi deyil. Bu, planlı şəkildə qurulan və davamlı inkişaf edən bir yol xəritəsidir. Bizim planlarımız var ki, Allah qoysa bir 2-3 ildə Bakıya gedək. 1-2-3 həftə vaxt keçirək orada, Qubaya gedək, anamın qəbri üstünə gedək, bizim dostlarımızı görək. Çox darıxmışam. Mən çox darıxmışam mənim uşaq vaxtımda. Mənim yadımdadır ki, mən uşaq olanda biz Bəşir Səfəroğlu'nun küçəsində yaşayırdıq. O vaxtı da Shores küçəsi adlandırılır. Mən uşaq olanda atam hər gün işdən gələndə mənim anamı, mənim bacımı götürərdi bulvara. Bulvardan sonra evə qaydanda atam bir nömrəli gastronom, Azərbaycan Kinoteatrının yanındakı bir nömrəli gastronom o vaxt idi. Bizim üçün tort, nağıl ya da tort apşıron alardı. Evə gələndə biz anamla, atamla, bacımla çay içərdik. Bunlar mənim ən şirin xatirələrimdir. O vaxt üçün çox darıxıram. Və sonda ən böyük plan haqqında danışırıq. Yaşamaq. Səni qismət apardı Doğma sahillerinden seni tale kopardı. Əl uzatsan vətənə əllərini sıxan var Məhəbbətlə vətəndə Sənə qucaq açılan Harda məskən salsan Könlüm canım vətəndə Böyüdən ürəyimdir Vətən sənin sinəndə Vətən uzaqda deyil Vətən daha yaxındır Sən bu elin oğlusan Vətəninə yaxındır Vətəninə